Psixologiya Elmi Tədqiqat İnstitutu Azərbaycanda psixologiya elminin inkişafı istiqamətində beynəlxalq standartlara əsaslanan sistemli elmi fəaliyyət həyata keçirir. İnstitutda həyata keçirilən tədqiqatlar yalnızca nəzəri araşdırmalarla məhdudlaşmır, eyni zamanda burada psixoloji ölçmə, elmi modelləşdirmə və həmçinin də praktik tətbiq imkanlarının yaradılmasını əhatə edir. İnstitutda psixometrik adaptasiya, təhsil psixologiyası, psixoloji rifah və dayanıqlılıq, təşkilat və klinik psixologiya, eləcə də davranış problemlərinin tədqiqi istiqamətində geniş elmi araşdırmalar aparılır. Xüsusilə beynəlxalq psixoloji test və ölçmə alətlərinin Azərbaycan dilinə adaptasiyası institutunun mühüm fəaliyyət istiqamətlərindən biridir və bu proses beynəlxalq metodoloji standartlara əsaslanaraq elmi tədqiqatlarla təsdiqlənir. Bununla yanaşı institut əməkdaşları tərəfindən psixologiyanın müxtəlif sahələrini əhatə edən elmi modellər hazırlanır, metodik vəsaitlər, elmi metodoloji materiallar və kitablar nəşr olunur. Bugünə qədər institut əməkdaşları tərəfindən 50-dən çox elmi tədqiqat işi həyata keçirilmişdir və bu məqalələr beynəlxalq jurnallarda dərc olunmuşdur və dərc olunan məqalələrə bu zamana qədər Web of Science bazasında 26, Scopus bazasında 33, Google Scholar bazasında isə ümumilikdə 116 istinad mövcuddur. İnstitutun mətbu orqanı olan Psixologiya jurnalında psixologiya sahəsində aparılan elmi tədqiqatların yayılmasında mühüm rol oynayır. Psixologiya Elmi Tədqiqat İnstitutunun əsas məqsədi Azərbaycanda elmi əsaslı, etibarlı və praktik tətbiq edilə bilən elmi araşdırmaların həyata keçirilməsi və ölçmə sisteminin formalaşmasına töhfə verməkdir.